The Ant and the Grasshopper. Qarışqa və çəyirtkə. On a warm summer day, a grasshopper danced happily in the sun, singing and playing his violin. İsti bir yay günündə çəyirtkə öz skripkasını çalaraq günəş işığında oxuyub oynayırdı. Nearby an ant worked hard carrying grains of wheat to his nest. Yaxınlıqda isə qarışqa çox çalışaraq yuvasına buğda dənələri daşıyırdı. Why do you work so hard, ant? Laughed the grasshopper. Niyə bu qədər çox çalışırsan, qarışqa? Çəyirtkə güldü. Come and play, there is plenty of food now. Gəl oynayaq, indi kifayət qədər ərzaq var. The ant paused and replied, I am storing food for the winter. When the cold days come, I'll have enough to eat. Qarışqa dayandı və cavab verdi. Mən ərzağı qış üçün toplayıram. Soyuq günlər gələndə mənim yetəri qədər yeməyim olacaq. But the grasshopper didn't listen. Amma çəyirtkə dinləmədi. He continued to sing and play, enjoying the sunny days. O günəşli günlərdən zövq almağa, oxuyub oynamağa davam etdi. When winter arrived, snow covered the ground. Qış gəlib çatanda hər yer qarla örtüldü. And there was no food to be found. Və heç yerdə ərzaq tapmaq mümkün olmadı. The grasshopper was cold and hungry. Çəyirtkə çox üşüyürdü və ac idi. He remembered the busy ant and went to ask for help. O çalışqan qarışqanı xatırladı və ondan kömək istəməyə yollandı. The ant who had plenty of food stored shared a little with the grasshopper. Kifayət qədər ərzaq toplamış qarışqa biraz çəyirtkə ilə də paylaşdı. But gently reminded him, it's wise to prepare for tomorrow even when today seems bright. Amma nəzakətli formada ona xatırlatdı ki, bu günlər parlaq görünsə də sabaha hazırlaşmaq kamillikdir.